Elbrus müəllim, hansı ki burada bəzi hallar olur ki, artıq seçimini edibdir, universitetin birinci kursundadır və yaxud da ikinci kursundadır. Haradasa düşünür ki, yanlış edibdir və ixtisas dəyişmək istəyir. Burada əsas qaynaq nədən olur? Təbii ki, gələcəyin belə deyək, peşə sahələri də mövcuddur. Eyni zamanda ola bilsin ki, həmin universitetdə həmin ixtisas daha yaxşı tədris olunmur. Bu kimi səbəblər ola bilərmi Elbrus müəllim? Əlbəttə ki, düzgün qeyd edirsiniz. Məsələyə bu cür yanaşaq. Birinci, abituriyentin ixtisas seçimi üçün əgər özünü tanıması lazımdırsa, mən bunu bayaq qeyd elədim. Yəni, abituriyent öz-özlüyündə özünə 3 sual verməlidir. Öz-özündən soruşmalıdır ki, o nəyi sevir, hansı işləri bacarır və öz bacarıqlarını gələcəkdəki əmək bazarında necə görür. Bu 3 sualın ətrafında abituriyent özü-özündən bu sorğulara cavablandırırsa, ondan sonra bu keçməlidir. Təbii ki, ixtisası müəyyənləşdirdikdən sonra, təbii ki, o ali məktəb seçiminə başlayır ixtisasından sonra. Yəni, indi bizim müasir dövrün tələbində mən bunu belə demək istəyərdim ki, bugün artıq sabahki dünya üçün ixtisaslardan çox bacarıqlar önə çıxacaq, artıq çıxıbdır. Ona görə də biz ixtisas seçərkən bizi dəyişdirə bilən, bizi düşündürə bilən, bizi düşdüyü vəziyyətə uyğunlaşdıra bilən və bütün dövrlərdə bizim inkişafımıza dəstək olan bacarıqları formalaşdıran ixtisaslara üst tutmalıyıq. Abituriyentlər birinci öz növbəsində bunu müəyyənləşdirməlidirlər. Özlərini tanımalıdırlar. İkinci növbədə bunlar universitetlərlə maraqlanmalıdırlar. Universitetlərin hansı kriteriyalarda bu arzulara çatmaq üçün, bu bacarıqları formalaşdırmaq üçün ölkəmizdə və ölkəmizin xaricində hansı universitetlərimiz var, onları araşdırmalıdırlar. Universitet araşdırmasında təbii ki, onlar birinci növbədə onların universitetdəki həmən universitetin məzunlarının əmək bazarındakı yerini araşdırmalıdırlar. Həmən universitetlərin maddi-texniki bazalarını, laboratoriya imkanlarını öyrənməlidirlər, araşdırmalıdırlar. Həmən universitetlərdə onlara aid olan ixtisasların akademik heyətin, professor müəllim heyətinin səviyyəsini araşdırmalıdırlar. Təbii ki, bu araşdırmalardan sonra onlar həm özünü tanımaq, həm universitetin imkanları araşdırmaq, onları daha doğru seçim eləmək qənaətinə gətirə bilər və bunun üçün indi biz bəzən təəssüf edirik ki, görürsünüz ki, abituriyentlər ali məktəbi görməmişdən, ali məktəbə getmədən, ali məktəbi araşdırmadan qərarlar verirlər. Müəyyən eyfariyalara qapılıb qərarlar verirlər, müəyyən arzular bunun içərisində olur, qərarlar verirlər. Amma yaxşı olar ki, abituriyentlər arzusunda olduqları ixtisaslardakı müəllimləri, oranın maddi-texniki bazanı və universiteti mütləq ziyarət edib oradakı imkanlarla tanış olsunlar. Belə olan halda mən inanmıram ki, hansısa abituriyent öz ixtisasını dəyişmək qərarına düşsün və yaxud da ki, öz universitetini dəyişmək qərarına düşsün. Bu, yaxşı olar ki, daha erkən yaşlardan, hətta ümumi təhsil məktəblərinin 9, 10-cu, 11-ci siniflərindən artıq abituriyent şagird öz seçimini bu meyarlar əsasında düzgün seçməlidir.